Şəmi qardaşımızın ciğer axşamında bir dənə yaxçı qəzəl deyim. Mən bundan əvvəl bir dənə qəzəl yazdım. Qəzəlin adı belə idi. Qələt elədim. Dayı bu qəzəldən sonra dayı mənə nə qədər zənglər gəldi. Dayı mənə nələr demədilər. Bir telefonda dedim ki, ala, kim mənə nə deyir? Mənə də deyən. Ala, bu söz mənə tutdu. Mənə də deyən. Ondan sonra bir dənə qəşən, bir dənə reski, bir dənə gəldi mənə üçün. Qəzəl yazdım. Onun adı belədir. Mənə də deyənim. İstəyirəm o qəzəli deyim, qulaqsa söz. Çəkdim bir də oradan. Şövq ilə sevdim nazlı cananı. Dedilər həmdəm olma, kəndin yarısı olubdu mehmani. Mehmani. Mən dedim, dədəm dedi. Ala dədəm dedi, mən dedim. Aldım ahu ceyranı, arxamca kim nə dedi. Mən dedim, ala mənə nə deyənim. Əhlimdə mənə haqqı salam vermədilər. Düğün elədim, məclis qurdum. Ay bura, toyxanəmə girmədilər. Dedilər, aldığım pəri ləkədir bizim nəslimizə. Kim nə dedi, fikir vermədim. Attım giriftarə. Sonda baxacaq. Ey Şirin, sənin haqqında nə dedilər? Ala sən dedindən, ala diksin, mənə də deyəni. Başa ala. Mənə də deyəni. Bir dəqiqə, sakit. Şirin, bu nədə ağzıma gələn danışırsan?